Allah'ın salamı olsun, hidayete tabi olanları. Bu ayədə, salam olsun, hidayete tabi olanları. Deməli, İmam Hüseyin barədə də avtobusda söhbət elədim, Lalə. Xahiş edirəm, buna da mütləq qulaq as. Arvad dedi ki, o avtobusda bayaq video qoymuşsun. Bir söhbətsiz orada demişsən, indi ikinci denən. Dedi ki, Peyğəmbərimiz əvvəldən bilib ki, İmam Hüseyin şəhid olacaq. Onu mən də eşitmişəm. Şiələr təbliğ edirdi, o vaxt şiə olanda, sonra sünni oldular. Bir müsəlman şükür olur, sonra şükür olur. Deməli, həqiqətən mən müsəlmanlardan. Qadın bildirir ki, onu da məsciddən öyrənib, onlar yayırlar ki, təbliğ edir ki, güya Peyğəmbərimiz İmam Həsənlə İmam Hüseyni, Allahın salamı olsun, onları alıb uşaq vaxtı, yəni onlar onu alıb dizinə oynadırmış, birdən başlayıb ağlamağa, hönkür-hönkür ağlayıb ki, ona bildirir ki, bunlar şəhid olacaqlar. Əslində isə Quranda nə dedi arva? Arva belə dedi. Quranda isə axıra qədər deyil. Arva bir cümlə dedi. Dedi o getməli idi ki, alın yazısını apardı ki, elə şey yoxdur bilsən, getməli idi, orada ölməli idi ki, dinimiz davam eləsin. Mən dedim, elə şey zat yoxdur. Allah, niyə İmam Hüseynin başını kəstirib kimisə dinin, öz dinin, Allah möhtəc deyil, Allah güc qüvvət sahibidir. İmam Hüseyin gedib. İmam Hüseynin davamçıları gör neyinirlər. Davamçıdır, elə davamçı olur. İmam Hüseyin Quran öyrənən olur, Quran bilən olur. Bunlar isə Quranın əksinə gedən şiələr. Nələr çıxartmırlar da, nələr çıxartmırlar. Düzdür, Lalə. Siğə burada da var, sonra nəsə onların alimləri dəhşətdir, sonra İrandan gəlib da bu şiə dinindən, şiə yeni din çıxartdır, Lalə. Bilmirdin, bir şiə dini Asim deyildi, Asim qardaş. Nə yazmış? Şiəlik xristiyanlardan, sünnilik isə yahudilərdən götürülmüş bir dindir. Eynilə. Sonra eynilə. Yəni Allah'ın sözü düzdür də, düzdür. Quranda Allah Teala buyurur ki, Peyğəmbərimizə buyurur. Mən, yəni bu, indi onu tapıb paylaşıram, tapa bilməyəsən, zorla tapırsan sən. Deməyə çalış mənasını. Yəni Peyğəmbərimiz mənası o ki, Peyğəmbərimiz özü Allah onun sabah başı nə olacaq, yəni bilmir. Allah bilir, yəni o bilmir. Həyatda, sonra qiyamət günündə o Allah bir başqa ayədə Allah Teala buyurur ki, sən deyir, Qureyşin mənim deyir, mərhəmətim olmasaydı, sən o Qureyşə elə bil ki, Qureyş çalışırdı onu ələ alsın, Peyğəmbərimizə Allahın salamı olsun. Yəni, ələ ala biləcəklər də, o cür ayədir. Yəni, tapşırır ki, sən əgər tapşırır ki, yəni, onlara uymasın, deyir, yoxsa sənin şah damarını, yəni, şah damarını kəsərik, necədir görüm, dasıb qopardarıq, necədir. Yəni, səni Allahın əzabından kim qutara bilər, deyir. Peyğəmbərə belə deyir Allah sağ ol.
Məsələn, bir ayədə var, o yazda düşmür, da onu demə. Hə, düşmür. Aha. Yəni, Peyğəmbərimiz belə bütün adamlar aza bilər. Hər onu deyənə qısarsın. Allah Teala buyurur ki, insanları günahlarına görə cəzalandırmağa qalsa əgər istəsəydi, onda gələ yer üzündə bir dənə də insan qoymazdıq, hamısını salardı cəhənnəmə. Qoymazdıq nədir? Söndürsün. Qoymazdıq nədir? Rədd ol.